Ağacın büyüklüğüne bakın. Gelmişik kuzu qarnı yığmağa. Bir dənəsini tapıblar. Biz ama bir şey tapmamışıq. Qonşumuzun yoldaşı tapıb. Biz ama heç nə tapa bilməmişik. Çinarə hardasan? Gözden itme. Ağacın köklerine bakın. Necə kökləri var. İri. Özü də böyük. Kökü də böyük. Ama ətrafında yoxdur. Kuzu qarnı. Bir dənə tapsaq sevinərik. Ama bir iki tane adam gördük. Kulok, yarım kulok gedirdiler. Tapmıştılar, yığmıştılar. Biz de abetten sonra çıkmışıq. Eləmə, kuzu qarnı yığma. Bu saatte kuzu qarnı qalar. Məncə qalmaz. Meşe de oradan da güzeldi. Taptım. Ağaçları burada kesiblər. Onların yanında çoxlu olub. Bellidir ki kimse уже yığıb. Çünkü diblərində görünür böyük dairələr var. Hansın ki уже qopardıblar. Meşəyə gittik, gəzdik. Kuzu qarnı yığdıq. İndi onu kəsib lazımsız yerləri yuyacağıq. Sonra dedilər bir burum qaynatmaq lazımdır. Düzdür, saat gecə idi ki biz gedəndə. Yəni abeddən sonra getmişik. Əslində göbələk yığmağa səhər getmək lazımdır. Ama yine de tapdıq gördüğünüz kimi. Mən ilk dəfə bu cür göbələk yığmışam. Əslində Ukraynada çox göbələk yığmışıq, amma bu növ Ukraynada yığmamışam. Bilmirəm ki onlarda var yoxsa yox. Belə çıqqılları da var. Daha çox izi var idi ki orada уже çox yığıb aparıblar. Ona görə səhər-səhər getmək lazımdır. Belə işlər üçün səhər tezdəndən yola düşmək lazımdır. Meşəyə səhər tezdəndən yığmaq lazımdır. Çünki göbələk yığmaq elə bil ki bir ova çıxmışam da. Çox maraqlı bir işdir. Hoşum gəldi. Çox sağ ol Çinarə xanıma. Canlı da eşittim ki adam tapa bilmirəm kimdən gelir. Zəy vurdu mənə canlıdan sonra dedi ki Mətəd xanım gedək. İstəyirsən gedək.
Biz de getdik. Sağ olsun. Getdi, yığdıq. Biraz da yaz çiçəkləri yığdım. Bu cür belə maraqlı çiçək. Qoxusu çox gözəldir, между прочим. Kökü ilə də yığdım. Kökü ilə də yığdım. Wow, baxın nə boyda nədir. Çok maraqlı göbələkdir. Çox. Nəsə fərqli bir şeydir bu. Heç dadına baxmamışam, görək. Pişirək. Sonra biraz qızardaq. Görək nədir bu. Çox rəngli belə. Maraqlı bir şeydir. Bir çoxu da çıqqılı-çıqqılıdır. Burada bir sürü var. Zəmbillərimi də götürdüm. Zəmbillərin deşiklərindən düşəcəkdi, yazıqlar. Ay, baxın, çıqqılı-çıqqılı. Belələri çox idi. Çünki artıq irilərini yığmışdılar. Bizə qalmışdı çıqqılı-çıqqılı. Nəyi görməyiblər, biz yığdıq. Bir-iki dənə yerdə ancaq alındı ki, biraz irilərini tapdıq. Danışdıq ki, sabahı öbürsü gün bəlkə yenə gedərik. Yenə gedərik yığmağa. Görək. Alınsa çox gözəl olar. Hələ bir dadına baxım, xoşuma gəlirmi? Yəni heç orada TikTok'da gördüm ki, o qədər paylaşırlar. 50 manata, nə bilim, 25 manata kilosu. Güyən bu şeydir. Çox belə bahalı mı göbələkdir? Məncə bu bahalı bir göbələk deyil. Smart çoxdur da deyəsən bunun adı. Smart 2 rusça deyirlər. Gərək araşdırın baxın. Belə çıqqılı belə qazana yerləşdi.